Sizcə necə etmək lazımdır ki, bir region gənci artıq Bakıya gələndən sonra onun ambisiyaları azalmasın? Çünki Bakıya gəlib burada da inkişaf edib yaşamağın özü də artıq bir uğurdur və xaricə artıq sənin meylin olsun. Bəli, əslində belə deyim, region gənclərinin hal-hazırda imkanları qısıtlı olsa belə, imkanları daha yüksəkdir. Çünki belə deyim, bazar əslində regionu boş olduğu üçün həmin o gənc özü üçün özü şərait yarada bilər, özü imkanlar yarada bilər və ələxüsus da ki, təqaüdlərdir, ələxüsus da ki, proqramlardır. Sən onları müraciət edən zaman, sən vurğuladığın zaman ki, sən region gəncisən, onlar sənə daha çox üstünlük verirlər. Çünki onlar bilirlər ki, region gənclərinin bu kimi imkanlara çıxışı çox qısıtlı olduğu üçün onlar sənə imkan verirlər və sən də onlara göstərirsən ki, mən gedib oxuyub gələcəm. Məsələn, mənim кейsimdə bu Çimnik təqaüdü oldu. Mən Böyük Britaniyanın çox məşhur bir təqaüdünü qazananda mən də onu vurğuladım ki, mən region gənciyəm və mən öyrəndiklərimi gəlib məhz regionumda tətbiq edəcəm ki, indi də hal-hazırda bunun işlərlə də məşğul oluruq. Bu çox vacibdir və ona görə də mən düşünürəm ki, region gəncinin bu kimi imkanları daha çoxdur əslində bu məsələdə. Hətta rəqabətdə belə deyərək 1-0 belə kiçik də olsa öndədir. Maraqlıdır, razısınız? Əlbəttə, tamamilə razıyam və eyni zamanda da region gənci fərqindədirsə ki, təşəbbüskar olmalıdır. Burada da bu məqam var ki, mən Gəncədənəm və ya mən Goranboydanam və ya mən hər hansı bir kənddəyəm, amma bütün gün divanda əyləşirəm və motivasiya məktubu yazanda, hər hansı bir təqaüdə müraciət edəndə yeganə argumentim odur ki, mən regiondanam, bu belə çalışmır. Bu argument daha güclü olmalıdır. Mən regiondayam, mənim regionumda boşluqlar var, bir çox imkan yoxdur, lakin mən özüm yaratmağa çalışıram və burada qısıtlı imkanlar çərçivəsində də öz bilik bacarığımı artırıram. Argument belə olduğu təqdirdə əlbəttə ki, siz rəqabətdə digər gənclərdən irəlidə ola bilərsiniz, sırf regiondan olduğunuza görə. Aha.